Bugün gördüğünüz gibi yeni bir video ile karşınızdayım. Bugün Minecraft təzə bir mod in dünya oluştururam. Amacım dəmir taparsam video biter. Yani böyle bir şey diyeyim. Dəmir tapsam video biter. Ama 5 dəqiqə ərzində dəmir tapmalıyam. 5 dəqiqə. Mən yəni saniyəni görürəm. 5 dəqiqə ərzində tapmağa çalışacağım. Modumuz tez açılır. Bəli, açıldı. İnşallah köy çıxar. Haydi qalır bir. Hə. Bəli dostlar, bəlkə buradan dəmir çıxar, baxaq. Nə olar, bir dənə köy istəyirəm, köy yoxdur. Dostlar, mənə bəziləriniz deyir ki, game moddan aldı hər şey. Yəni mən game moddan almamışam. Bir gün 1 saatlıq ya da yarım saatlıq bir video çəkəcəm və görərsiniz game moddan almışam yoxsa almamışam. Mən heç bir zaman game moddan götürməmişəm. İndi qarşıya gedib bəlkə köy çıxma şansı olar. Və deyərkən köydü qaqa. Nə? Şansa? Vallahi bir mod girmədim. Şansıma dəmir çıxar ya da qoləmi öldürərəm. Köy çıxdı, şansa bax. İnşallah dəmirci olar. Bu ne? Köylerde böyle bir ev olur qaqa. Hə, böyük kütüphanədir. O dəmirci var. Oha, şanslı gündəyəm. Bak, özüm Survivor mod oynamıram deyə şansıma bax. Yerini koyayım. Yerini koya bilmədim. Dəmir koran da burada. Ay, kapatır. Allah, mən nəxər. Vermədi. İşte bunu rahat olmasa. Dəmir şeyini. Anladım. Təbii ki də olmazsa olmaz dəmir golem. Bir tane crafting table. Hiçbir zaman tahta patlayırım ben. Yani özüm helal tamam. Hiçbir zaman tahta balta edemem. Bak ciddi. Ya tahtam kırırsa Allah rahmet eylesin. Golem aldı son. İnşallah beni tekrar öldürmezsin. Golem alın kızı. Ha, burada. Golem bak. Özür istəyirəm. O video için. Allah. Diyan. Tez. Golem gelme. Golem ne olur gelme. Gelir. Golem. Bu ne eğleneceğini bilirdim. Golem. No. Var. Orada. Golem niye ölmür? Ben 3 demir. Video bitti. Sağ olun.